Salam dostlar, mən bu kanal sahibi Hüseynin qardaşıyam. Telefonu ondan götürmüşəm gizlin video çəkməyə. İndi bir dənə Robloxda pul qazanma oyunu var, mən də onu oynamamışam. Amma indi onu oynamağa çalışacağam. Deyir ki, get qardaşınla danış. İndi qardaşımın yanına gedəcəm danışmağa. Burada qardaşım deyil. Bəlkə buradadır. Hə, buradaymış. Mən qardaşım, bu oyunu mənim üçün satın ala bilərsən. Niyə satın özün almırsan deyir. Çünki deyir ki, çünki çox yaşım yoxdur. Biraz bizdən pul istəyir ki, biz ona pul verək. Bizim də $1 var eləcə. Para axtarmağa gedirik. İndi evdəki pullar toplayırıq. Burada da var. Yox, onda təkcə bizim otaqdakiləri ala bilirik. Burada qardaşın otaqda. Bizim otaqda başqa pul. Hə. İşte burada. Bir qardaşımızla təkcə danışaq. $5. Nah deyir bu arada bizə. Evdə pul tapmaq. Bir də qarajda. Ne qardaşımızla danışmayacaq. On. Yaxşıdır, amma yenə də çatmır pulumuz oyun almağa. Bu arada nə oyunu aldığımızı deyim sizə. Təzə GTA 6 durur, çıxır və onu biz almağa çalışacağıq. Burada $1, əmin deyiləm nə qədər olduğunu, təxmini yəqin ki 16 belədir. $18 yaxınlaşmış. İndi niyəcək? Mamandan para istəyəcəm. Anamızdan da $10 götürdük, $28. Biz burada bundan artıq qazananmaram deyirik. Amma yeni də axtar. Deyir ki, çiçəklər satacaq. 2, 3, 4, 5, 7, 8, 9, 11, 12. Beraber kiməsə evlilik təklif edirik. Əlimizdə gül aparıb veririk. Oy, biz nə yapalım? Ne kadar pul verdi görək. Mamamıza da pul verdi üçün atay. Gedək. $38. Qardaşımız da hər dəfə qapının ağzında durur. Elə bir işi gücü yoxdur. Ancaq bizə baxır. Beş dənə ağac kəsəcəyik. Biz niyə belə qaçıq? Elə bir katilcadıq, adam öldürəcəyik. 3 dənəsini eldən kəsək. Təkdir. Hə, bir dənə aldırmışam. Görək baltanı götürüm. Balta oradadır.
Yox. Gərək paltar götürmüşəm, bütün ağacları kəsərdim. Evet, 38 dolardı. Şimdi insanlar söylediği. Uy. Evet, ki süratli kaçsaları. Polis bağışlama. Ha. Yes. Bir nefer gelsin. De gelir. Ne tez süratli. Kardeşimizle dondu. Kapıda bağlandı. Anamızın maşınını satacağıq. Bunu necə satır? Hə, yəqin bura verəcək. O, maşın da Lamborghini'ymiş. Vay. Bize 200 dolar verdi. Lamborghini. Ne ucuzdu. Hı. 260 dolar. Daha da fazlasını. Havuzu pulla doldur. Necə yazır? Dua edəcək. Platus kimdir? Paranın tanrısı, dünyanın. Aha, geldi. Salesman oxşuyur. Keşke böyle şey olsaydı. Uy, money. Daha harda üzəcək bilmem. $1060 şey. Dükkan soyuruq. Oo, money. Buradaydı düşeceğim. Birincislərə baxarıq. Biz ne sırada? Biz de bilmem harda. Pul vermemiş. Bize pul vermemiş değil. Bize pul vermir diye kırmalıyıq. Uy, ne oldu dostum? Yana bura. Ne kadar pullar geldi. Bunları yine sayabiliriz canım. Mənə də deyirlər ki, sən niyə pijamada gəlirsən? Oha, $11.500. Daha da çok istəyir. Evi satırıq. Bağlanacağım. Ev satın almak. Magnetle çəkilməliyik.
Kardeşimiz hemen de bize bakır. Anlamımızı anlamıyorum. Hele dünya burada durup neyse bakın. O neçə dənə? 1 milyon. Dünyayı uzaylılara sat. Necə satacaq? Nədir? Halat almaq. Halat ala biləcək. Neyəcək? Kravat. Ne oldu? Kardeşimizi taşıyırıq. Bunu uzaylılara verip bizi itirinə koydu. Bizim hələ də pulumuz var. O neyəcək? Ne gözdürür elimizdə bunu? O neyəcək? Mən bilmirəm. Neyse. Neyse dostlar, bugün burada videomuzun sonuna geldik. Burada bir tane de bu uşağın yuxu videosu var. Çok yorğun olur. Ona biz enerji vermeye çalışırıq. Əgər qəşəng bəyəni gəlsə, qəşəng baxış gəlsə, qardaşımdan bir dəfə də cizdim telefon götürüb yenə video onun ikinci bölümünü çəkəcəm.